Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Bugün biz 6-cı sinif mövzusu olan ədədin modulu, ədədin mütləq qiyməti mövzusuna baxacağıq uşaqlar. Modul anlayışı nədir uşaqlar? Biz modul anlayışına bu şəkildə deyəsik ki, uşaqlar, məsələn, sıfırdan solda yerləşən ədədlərin məsafəsi, sıfıra qədər olan məsafəni tapmaq üçün istifadə edəsik. Yəni biz sol tərəfə getdiyimiz zaman məsafəni bu şəkildə qeyd etməliyik. Burada uşaqlar, baxın, ədədin modulunda həmişə moduldan müsbət çıxmalıdır. Yəni mənfi ədədində modulu müsbətdir, müsbət ədədində modulu müsbət şəklində olmalıdır. Məsələn, necə uşaqlar? Məsələn, modul işarəsi belədir uşaqlar. 2 dənə belə düz xətt. Məsələn, -5 salmışam, belə modulun içindədir uşaqlar, daxilindədir. Buradan cavabımız həmişə müsbət çıxacaq. Bəs yaxşı, müsbət 5 olsaydı, yenə də müsbət olaraq çıxasıydı uşaqlar. Yəni, qaydamız bundan ibarətdir. Uşaqlar, baxın, 0 yazsam, məsələn, 0-dan da 0 çıxacaq. Yəni, nə olur olsun acaba. Məsələn, mən sənə desəm ki, -2,7. Nə çıxdı? Müsbət 2,7. Yəni, moduldan həmişə müsbət ədəd çıxmalıdır uşaqlar. Yəni, qaydamız budur. Məsələn, misal nömrə 1-ə baxsaq, deyir ki, vermiş ədədlərin modulunu tapın. 5-in modulu 5 eləyəcək, 10-un modulu 10, -81-in modulu 81, yəni müsbət 81. Bura 0, bura 7, burada müsbət 25 eləməlidir. Burada müsbət 5, müsbət 32, müsbət 10, müsbət 63 şəklində olmalıdır uşaqlar. İndi sonra deyir ki, ikinci sualda ədəd oxunda verilmiş ədədlərin koordinatlarını yazın. Bu nöqtələrə uyğun ədədlərinin mütləq qiymətini tapın. Uşaqlar, baxın, C nöqtəsi nədir məsələ? Burada B-dən başlayıblar, deyim, B. B -7-dir, deyim, -7-nin modulundan nə çıxacaq? Müsbət 7 çıxacaq, deyim. Baxın, burada da qeyd olunubdur. Birinci, burada bunu yazıblar, nöqtəni yazıblar. Demək, burada nə olmalıdır? 7. Sonra, məsələn, F nöqtəsinə 0. 0-ın modulu zaten 0 olacaq. Məsələn, C nöqtəsi -10-dursa, burada cavabımız müsbət 10 olmalıdır. Məsələn, G nöqtəsində 10-dursa, cavabımız 10 olacaq. Müsbətdirsə, müsbət olaraq qalacaq uşaqlar. Məsələn, D koordinatı 7-dirsə, burada cavabımız elə 7 olmalıdır. H-da nə deyir? 12-dirsə 12 olaraq qalır. Y-də 3-dürsə 3 olacaq. M-də də 14 şəklində olmalıdır uşaqlar. İndi gəldik biz nəyə? Sonra gəldik burada. Deyir ki, boş xanaya uyğun gələn ədədləri müəyyən edin və ədəd oxunda göstərin deyir. Məsələn, moduldan 3 çıxacaq, buradan 5 çıxacaq uşaqlar, buradan elə 15-dir modulda. Həmçinin -15 də ola bilər uşaqlar. Baxın, burada hər ikisi ola bilər. Həm 15, həm də -15. Çünki -15-in də, müsbət 15-in də modulu nə olacaq uşaqlar? Müsbət 15. Burada da uşaqlar həm 20 ola bilər, həm də -20 ola bilər. Burada ancaq 0 ola bilər. Burada uşaqlar həm -16, həm də müsbət 16 ola bilər uşaqlar. Səhvi tapın deyir uşaqlar. Bu doğrudur. Bu səhvdir uşaqlar. Burada uşaqlar, baxın. Gəlin baxaq görək də. Bu moduldan buradan müsbət çıxdı. Bax, müsbət 4. Buradan amma -4 çıxacaq. Niyə? Çünki uşaqlar, baxın, modulun daxilindəki müsbətə çevrilir. Amma bu modulun xaricində də bir dənə mənfi var. Deməli, bu mənfi oldu. Deməli, bu da səhvdir uşaqlar. Burada da baxın, moduldan həmişə müsbət çıxır demişik. Bu da səhvdir. Bu doğrudur. Bura baxsaq uşaqlar, bu da səhvdir. Niyə? Baxın uşaqlar, modulun daxilindən müsbət çıxdı. Bəs bu xaricdə mənfi var axı. Deməli, bunun cavabı mənfi olmalı. İndi gəlin buna baxaq uşaqlar. Burada bu doğrudur artıq. Bu səhv idi. Burada baxın uşaqlar, bu müsbətə çevrildi. Bu qabağında mənfi olduğuna görə bu da doğru olacaq uşaqlar. Bu şəkildə baxmamız lazım. Deyir ki, hansı hallarda fikirlər doğrudur? Həmişə, bəzən, heç vaxt sözlərindən istifadə etməklə cavab verin. Mənfi ədədin modulu müsbət ədəddir. Həmişə. Həmişə mənfi ədədin modulu müsbət ədəddir. B variantı, ədədin modulu bu ədəddən böyükdür. Uşaqlar, həmişə olarmı? Bərabər də olar. Çünki niyə? Məsələn, bu bəzən olacaq. Müsbət ədədin modulu mənfi ədəddir. Bu heç vaxt olar. Bu həmişə oldu. Bu bəzən oldu. Bu heç vaxt. Ədədin modulu ədədin özünə bərabərdir. Bu bəzən olar da uşaqlar, deyilmi? Bəzən, məsələn, müsbət ədədlər olduğu zaman özünə bərabər olacaq uşaqlar. Gəldik belə. Uşaqlar, baxın,
Əgər uşaqlar bizə modullu istənilən bir ifadə verilibsə, əgər baxın uşaqlar ayrı-ayrı modullar varsa, biz modulları ayrı-ayrı hesablamalıyıq. Məsələn, baxın uşaqlar bu sualda. Moduldan neçə çıxır? 8. 8 üstə 5 gəlir, elədi 13. Məsələn, bax, bu moduldan 8, 8-dən 8-i çıxdım, 0 elədi. Ayrı-ayrı. Bax, burada da ayrı-ayrı. -5-dən 5, 2-dən də -2-dən də 2, 10 elədi. Və burada da uşaqlar, baxın, ayrı-ayrı. -10-dan 10, 10 vur 4, üstə gəlsin 6. Nə elədi? Cavabımız 46. Burada da uşaqlar, baxın, 15 bölünsün 3. Bərabərdir 5 alınacaq. Burada da 12 çıxılsın, 4 vurulsun 0. Nə oldu cavabımız? 12. Burada da baxın, hər ikisindən bunlar müsbət çıxacaq. 24 çıxılsın, 20. Bərabər neçə? 24 çıxılsın, 4. Bərabər cavabımız 20. İndi baxın aşağıda, burada mötərizə var, görürsünüz. Birinci mötərizəni için eləməliyəm. Buradan moduldan 7 çıxır. Burada da 3 üstə gəlinsin, 3 olacaq. Yəni 7 vurulsun, 6 neçə elədi cavabımız? 42 şəklində olacaq uşaqlar. İndi baxın, burada nədir? Müqayisə edin deyir aşağıda. Gəlin baxaq görə bu müqayisəni necə etməliyik. Məsələn, modul 22-dən müsbətdir. Bu da mənfidir. Təbii ki, müsbət ədədlər daha böyükdür. Burada da baxın, bu da müsbət. Hər ikisi müsbət olacaq. Bir-birinə bərabər olacaq. İndi baxın, mən elə bunu demək istədim. Uşaqlar, baxın, modulun daxilində hesablama varsa, yəni əməllər varsa da, birinci biz hesablamanı yerinə yetirməliyik. Məsələn, 17-dən 7 çıxan neçə ilə 10. Onun modulda 10, modul 10'un da 10 çıxır. 10-dan 0'ı müqayisə etsəm, 10 daha böyük olacaq. Burada isə baxın, yenə ayrı-ayrı modullar. 17 çıxılsın, 17. Burada -1. Burası 0 elədi, burada -1 elədi. 0 daha böyük olacaq uşaqlar. Belə, indi uşaqlar bizə deyir ki, moduluna əsasən mənfi tam ədədlərin müqayisəsi deyir aşağılar. 8-ci suala baxsaq, 8-ci sual bizə deyir ki, moduldan istifadə etməklə ədədləri müqayisə edin. Bir neçə cavabın doğruluğuna ədəd oxununda təsvir etməklə yoxlayın deyir uşaqlar. Məsələn, hər hansı birini gəlin modulda baxalım. Normalda uşaqlar belə baxdığımız zaman -10 daha böyükdür, deyilmi? Bəs mən buradan modulunu tapsam nə olar? Bu 18 olacaq. Məsələn, bu da 10 olacaq. Təbii ki, 18 daha böyük olacaq. Məsələn, modulda baxsaq, burada bu 16, bu 12 oldu. Bu daha böyük oldu. Məsələn, bura baxsaq, bu 4'dür, bu 40'dır. 40 daha böyük olacaq. Yəni, məsələn, bura baxsam, bu 108 eləyəcək modulda, bu da 10. 108 daha böyük. Normalda uşaqlar bu daha böyükdür, deyilmi? Amma modulda olduğu zaman isə mənfi ədədlər dəyişəcək uşaqlar. Məsələn, burada deyir ki, müqayisə edin. Təbii ki, burada bu böyük olmalıdır. Burada uşaqlar, baxın, bu -10'dur uşaqlar. -10. İndi bəs yaxşı. Bəs bu nədir? Uşaqlar, baxın, bunun modulundan müsbət çıxır. Amma qabağında mənfi olmalı, bu -24 olacaq. Ona görə -10 daha böyükdür. Burada da baxın uşaqlar, -69 olacaq. Buradan müsbət çıxır, amma qabağında mənfi, burada 0'dır. 0 daha böyük olacaq. Buradan 44. Buradan da 54 çıxılsın, 10 elədi. Neçə elədi? Bu da 44 elədi. Deməli, bir-birinə nə olmalıdır uşaqlar? Bərabər olmalıdır. Gəldik sonra, deyir ki, bizə artan sırayla düz. Biz 1-2 moduldan müsbət çıxır. Ən kiçiyi birinci bu, sonra bu olacaq. Sonra bu, sonra da bu modulda müsbət çıxdığına görə. B variantına baxsaq uşaqlar, deyir ki, artan sıra. Bunlar müsbət olduğunu bax, ən kiçiyi budur. 1, 2, 3, 4 və 5 olacaq uşaqlar. Bu şəkildə olmalıdır. Bura baxsaq uşaqlar, ən kiçiyi 1, sonra bu olacaq, sonra bu, sonra bu, sonra da bu şəkildə olmalıdır uşaqlar. Burada üstünə qeyd elədim. Azalan sayı deyirsə, böyükdən kiçiyə düzmə. Ən böyüyü olacaq bu. Birinci bu, sonra bu gələcək, sonra bu, sonra da bu şəkildə olacaq uşaqlar. Gəldik, buna da baxıram. 15. Ən böyüyü olacaq birinci 21 olasıdır, sonra 15 olasıdır, sonra 0, sonra 6, 0'a nə yaz? 3-cü ya da 4. Bu 2, bura 3-cü, bura 4-cü, bu da 5-ci olmalıdır. Məsələn, burada da uşaqlar ən böyüyü
Birinci bu olacaq uşaqlar. Sonra bu. Sonra bu olacaq. Sonra bu. Sonra da bu şəkildə olmalıdır uşaqlar. Gəldik 11-ci suala. Verilən ədədlər arasında boş xanaya uyğun ədədləri tapın diyor. Bu da çox maraqlı bir sualdır uşaqlar. Hansı ola bilər? Və baxdığımız zaman uşaqlar baxın. Sən məsələn -5 yazsam, moduldan müsbət 5 3-dən kiçik ola bilərmi? Yox, bu ödənməz. Məsələn -3 yazsam, moduldan müsbət çıxacaq, 3 3-dən kiçik ola bilərmi? Yox. Məsələn 0 yazsam, 0 3-dən kiçikdir. 2 yazsam, 3-dən kiçikdir. Məsələn 4 3-dən kiçik olarmı? Yox. Deməli bura hansı ədədlər uyğun gəldi? 2 dənəsi uşaqlar. Sonra gəldi bura. Baxın 8 modulda müsbət 8 6-dan kiçik olarmı? Yox. -6 6 kiçikdir bərabər 6-dan. Bu ola bilər. -1 yazsam 6-dan kiçikdir. 0 6-dan kiçikdir. 2 də 6-dan kiçikdir. 6 da 6-ya bərabər olduğuna görə bu da olar. Bir dənə -8 olmaz uşaqlar. Deyir ki 7-dən böyük olmalıdır. Bu olar. Bu olmaz, 7-dən böyük deyil. Bu da 7-dən böyük deyil. Bu da 7-dən böyük deyil. Bu olar, bu olar. Deməli 3 dənə ədədimiz olar. Məsələn 4-dən böyük və bərabər olsun deyir aşağılar. Baxın, mən bu modulda götürdüyümə görə 1 olmaz, 0 olmaz. Qalanlar olar. Niyə? Bax, -5-in modulu 5, 5 4-dən böyükdür. 4 4-ə bərabər, bu 4 də 4-ə bərabərdir, 5 də böyükdür. Bu şəkildə baxmamız lazım uşaqlar. Gəldi biz nəyə? Sonra deyir ki, boş xanaya uyğun 2 müsbət və 2 mənfi ədəd yazılır aşağılar. Əla. Məsələn, baxın aşağılar. Deyir ki, 5-dən böyük olsun. Mənfi nə ədəd yaza bilərəm? Məsələn, -11. Böyük olar mı aşağılar? Məsələn, -8. Bu moduldan müsbət 11, müsbət 8. Böyük oldu mu? Bəli. Müsbət ədədlərdə nə olar? Məsələn, 7, 9. Əla. 2-dən kiçik olsun deyir. Məsələn, -2 ola bilər, -1 ola bilər. Burada 1 ilə müsbət 2 ola bilər aşağılar. Məsələn, deyir ki, 3-dən kiçik olsun. Məsələn, -2, yenə də -1 yaza bilərəm. Bir dənə baxın, ola bilər. Burada da 1 ilə 2 şəklində olacaq. 0-dan böyük olsun. Məsələn, 5, 12, məsələn, -5. Gəlin, fərqli ədəd yazalım. Məsələn, -7, -13 şəklində olacaq. 1-dən böyük olsun. Bərabər də ola bilər. 5'dir, 20'dir. Böyükdür mü birdən? Məsələn, -17 modula salsam böyük olacaq. Məsələn, -100 böyük olacaq. Burada -1-dən böyük olsun deyir aşağıda. -1-dən böyük olması üçün burada bütün ədədlər ödəyərdə. Məsələn, 5 yazsam olar, 13 yazsam olar, -7 yazsam olar, -23 yazsam olar. Yəni bu şəkildə baxmamız lazım. 13-cü sual deyir ki, fikirlərdən hansı doğru deyil? Dəyişənlərin yerinə müxtəlif təməldə yazmaqla izah edin deyir aşağılar. Uşaqlar, baxın, modulları bərabərdirsə, bəli, ədədlər özləri bərabər olmalı. Məsələn, mən sənə desəm ki, modulda -5 bərabərdir, modulda 5-ə. Belə yazmalı. Onda A ilə B bir-birinə bərabər olur. Hər ikisi müsbət 5 olur uşaqlar. Yox, modullarına baxdığımız zaman, mən səhv elədim. Burada uşaqlar, baxın, bu həmişə olmaz. Niyə? Bəzən bəlkə biri -5'dir, biri müsbət 5'dir. Yəni hər ikisi müsbət də ola bilər, 5 də ola bilər. Biri -1 müsbət də ola bilər. Hansıdır? Bu həmişə doğru deyil aşağılar. Sonra deyir ki, ədədlər bərabərsə, bu ola bilər uşaqlar. Əgər ədədlər məsələn 5 ilə 5'i götürmüşəmsə, modullar da bərabər olmalıdır. Əla. Bu həmişə doğrudur. Əla. Deyir ki, A kiçikdir B-dən modulları. Məsələn, mən sənə deyirəm ki, -5 kiçikdir -3-dən. İndi gəlin modula sal. Modula salanda bu 5 eləyir, bu da 3 olur. İndi 5 3-dən kiçik olur, amma bu tərsini oldu, bax. 5 3-dən böyük oldu. Bu da səhvdir uşaqlar, doğru deyil. Yəni həmişə, məsələn, əl-ələ götürərəm, doğru da ola bilər, amma həmişə doğru deyil də bu. Məsələn, mən əl-ələ götürərəm, həmişə doğrudur. Məsələn, mən deyərəm ki, nota götürsəm, həmişə doğru olacaq. Desəm ki, 7 məsələn kiçikdir 11-dən. Modula da salsam, modulda 7 də 11-dən kiçik olacaq uşaqlar. Bu şəkildə baxmamız lazım. Şəkildəki bəzi obyektlərin dəniz səviyyəsinə nəzərən vəziyyətləri təsvir edilmiş. Təyyarə yoxsa sualtı gəmi dəniz səviyyəsindən daha uzaqdadır aşağı. Təyyarə hardadır? Bu 3000'dir. Bu da 2000'dir. Təbii ki, təyyarə daha uzaqdadır aşağılar. Çünki 3000'dir də. Yəni modullarına baxasıq da 3000 2000'dən daha böyükdür. Dəniz səviyyəsindən qartalla eyni məsafədə olan
Qartal 2000'dir, bu da 2000'dir. Eyni məsafədə olan nədir? Sualtı qayıqdır, sualtı gəmidir. Əla. Sonra hansı canlı dəniz səviyyəsində üzür? Hansı üzən dəniz səviyyəsində? Baxın, ördək. Ördək dəniz səviyyəsində üzür. Dəniz səviyyəsindən 1500 metr dərinlikdə üzən balina hansı obyektlər arasındadır? Hansı obyektlər arasındadır? Ördəklə sualtı qayığın arasındadır uşaqlar. Bu şəkildə olacaq uşaqlar. Mövzumuz bu qədər uşaqlar. Ümid edirəm ki, mövzu sizin üçün faydalı olar videomuz. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun. Növbəti videolarda görüşmək ümidilə.